Dostlar, Seyfəddin Şahbuzlu yazır ki, mənə kömək eylə məni yaradan, həyatın ən çətin sınağındayam. Sənsən xoşbəxtliyi, qəmi yaradan, görürsən uçurumun qırağındayam. Yusifi quyudan qurtaran sənsən, külək fırtınası qoparan sənsən, qaranlıq zindandan çıxaran sənsən, dərdimə bir dərman sorağındayam. Möhtac etmə məni səndən özgəyə, yalvardım dərdimə dərman ol deyə. Əl açıb səmana baxıram göyə, nə dövlət, nə də var marağındayam. Tapıbdır çəkilməz çilə dərd məni, öldürər dərmansız bu həsrət məni. Yıxacaq bu talih, bu qismət məni, dərdimə bir dərman sorağındayam.